Diqqətli olun, aldanmayın. Şəhərdə yeni müftəxorlar peyda olub. Bu iki balaca əkizlər atamın başına pulsuz saç qoymasan sənin salonuvu dağıdacağıq deyirdilər. Düzü mən də sizin kimi nə dediklərini, hansı dildə danışdıqlarını başa düşmədim. Amma ataları deyir ki, elə deyirlər. Ay bala, saç istədi, saç verirəm də, mankenin nə günahı var, onu niyə döyürsən dedim. Biz əkizlər əsəbləşəndə hirsimizi nədənsə döyüb çıxartmalıyıq deyirdilər. Əkizlərdən biri soruşur ki, o atamın başına vurduğun nədir elə? Maye yapışdırıcıdır. Adamın öz saçı çıxar, maye yapışdırıcı ilə protez saç başdan çıxmaz dedim. Necə çıxmaz? Biz indi onu dartıb çıxardarıq dedilər. Saçı dartanda elə yox, bax belə dartırlar dedim. Qardaş soruşur ki, görəsən necə alınacaq? Kənardan baxanda bilinməyəcək. Gəl belə deyək. Bu videonu izləyən dəyərli insanlar rəydə öz fikirlərini yazsınlar. Sən də girib oxuyarsan. Dəyişəcəyimi gözləyirdim. Amma day bu qədər də dəyişəcəyimi gözləmirdim dedi. Biz bəyəndik. Biz indi gedirik. 2 ildən sonra bir də gələcəyik dedilər. Diqqətli olun, aldanmayın. Şəhərdə yeni müftəxorlar peyda olub. Bu iki balaca əkizlər atamın başına pulsuz saç qoymasan sənin salonuvu dağıdacağıq deyirdilər. Düzü mən də sizin kimi nə dediklərini, hansı dildə danışdıqlarını başa düşmədim. Amma ataları deyir ki, elə deyirlər. Ay bala, saç istədi, saç verirəm də, mankenin nə günahı var, onu niyə döyürsən dedim. Biz əkizlər əsəbləşəndə hirsimizi nədənsə döyüb çıxartmalıyıq deyirdilər. Əkizlərdən biri soruşur ki, o atamın başına vurduğun nədir elə? Maye yapışdırıcıdır. Adamın öz saçı çıxar, maye yapışdırıcı ilə protez saç başdan çıxmaz dedim. Necə çıxmaz? Biz indi onu dartıb çıxardarıq dedilər. Saçı dartanda elə yox, bax belə dartırlar dedim. Qardaş soruşur ki, görəsən necə alınacaq? Kənardan baxanda bilinməyəcək. Gəl belə deyək. Bu videonu izləyən dəyərli insanlar rəydə öz fikirlərini yazsınlar. Sən də girib oxuyarsan. Dəyişəcəyimi gözləyirdim. Amma day bu qədər də dəyişəcəyimi gözləmirdim dedi. Biz bəyəndik. Biz indi gedirik. 2 ildən sonra bir də gələcəyik dedilər.